bizim gözümüzün karşısında gördük ki Türkiye öz əruz vəznini necə itirdi. Yani Türkiye'de yoktu bir əruz. Ancaq Azərbaycanda çox maraqlıdır ki, bütün Türk cumhuriyyətlərindən fərqli olaraq əruzu saxlayanlar var idi. Əruzu saxlamaq doğrudan da görünür insandan həm də bir güc alır. Yəni elə deyil ki, biz deyik ki, çox kolaydır. Kolay deyil, canıyla ödəyirlər. Hacı Mayıldan sonra mən düşünürəm ki, çox ciddi ikinci böyük bir itkimizdir. Hələ onun yeri göynədəcək, ağrıdacaq, bilinəcək. Onun yeri həmişə özü iləndir. Onun yerində heç kim oturmayacaq. Mən gecikdim. Onunla müsahibə almağa gecikdim. Mən gərək ondan çox oturub durardım. Mən özümü müqəssir bilirəm. Hacı könüllü surətdə vətənin müdafiəsinə 90-cı illərdə erməni qəsbkarlarının torpaqlarımıza qarşı iddialı qaldırdığı vaxtlarda, Qarabağ müharibəsi illərində vətənin müdafiəsinə könüllü surətdə qalxan bir insan idi və atəşkəs dövrünə qədər müharibədə iştirak eləmişdi Hacı. Və mənə o müharibədəki xatirələrindən də çox şeylər danışmışdı. Həmişə yanırdı. İnan Allaha ki, siz görəydiniz o nə qədər yanırdı. Bizim aramızda olan elə söhbətlər var ki, onu təbii ki, efirdə deyə bilmirdi. Torpaqların əldən getməsinə görə özünü bəzən günahkar bildir. Mən döyüşçü olmuşam və hər anda vətən üçün müharibəyə qalxmağa hazır idi və inanırsınız ki, torpaqlarımız azad olunanda o nə qədər sevinirdi, nə qədər fərəh keçirdirdi. Allah rəhmət eləsin. Yəni bir əziz insan idi bizə. Həqiqətən də bütün Buzovna üçün, bütün Azərbaycan üçün düzdür, çoxdan da görmürdüm onu. Amma bu bir neçə gün öncə açığı biz Buzovnada Buzovna ilə bağlı bir çəkiliş elədik. Çəkilişdən bir-iki gün əvvəl zəng elədi, xəbər göndərdi ki, bəs Hacı çoxdan da görsənmir, biz onunla müsahibə alaq, danışaq. Dedilər ki, burada deyil, Azərbaycanda deyil, Türkiyədədir. Nəsə alınmadı çəkilişimiz. O çəkilişin də sabahsı günü demək olar ki, biz artıq xəbər eşitdik ki, dünyasını dəyişib, çox pis oldu. Çox yaxınımı itirmişəm, sanki çox əziz birini itirmişəm. Nə deyim, yəni sözlər acizdir. Belə bir şəxsiyyəti əldən vermişik Azərbaycan üçün, Azərbaycan ədəbiyyatı üçün böyük bir itki idi həqiqətən də.